Martın 3-də Qazaxıstanın baş naziri Oljas Bektenovun ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlər sistemimizin qarşılıqlı və faydalı meyllər nöqteyi nəzərindən inkişafını bir daha gündəmə gətirdi. Qardaş ölkə ilə Azərbaycan arasında imzalanan son sənədlər münasibətlərin gələcək spektri üçün strateji əhəmiyyət kəsb edir. Bugün rəsmi Astana ilə Bakı arasında təkcə strateji müttəfiqlik deyil, qardaşlıq, dostluq bağları mövcuddur. Qardaşlıq meylləri özünü ən çətin günlərdə belə biruzə verdi. Məhz bunun nəticəsidir ki, Azərbaycanın baş naziri Əli Əsədov geniş tərkibli görüş əsnasında Qazaxıstanlı həmkarına və ölkəsinə azala məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış xilas etmə əməliyyatının aparılmasındakı operativliyinə görə xüsusi təşəkkürünü bildirdi. Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan Cənubi Qafqazda çox aparıcı bir mövqeyə sahib olan ölkələrdir. Qeyd edək ki, Qazaxıstan vaxtilə mövcud olan Qarabağ konflikti zamanında hər zaman Azərbaycanın haqq işini, ədalətli mövqeyini dəstəkləmişdir. Bugün də hər iki ölkə beynəlxalq aləmlə bağlı önəmli məqamlarda birgə mövqelərdən çıxış edirlər. 1992-ci ilin 30 avqustunda əsası qoyulan diplomatik münasibətlər bugün siyasi, iqtisadi, ticari, elm, təhsil, mədəniyyət və idman sahələrindəki uğurlarla yadda qalır. Qazaxıstan uzun illər işğal altında qalmış əzəli torpaqlarımızın təhsil və iqtisadi baxımdan tərəqqisinə xüsusi həssaslıqla yanaşır. Bu mənada Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin Qarabağ Universiteti ilə bağlı perspektivdə duran hədəfləri xüsusilə diqqət çəkir. Biz gələcəkdə elmi qrant və layihələrin ekspertizası sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Qardaş Azərbaycan xalqına daha çox dəstək göstərmək niyyətindəyik. Bu məqsədlə Qarabağ Universiteti üçün müəyyən miqdarda təqaüdün ayrılması nəzərdən keçiriləcək ki, bizim tələbələrimiz və pedaqoji heyətimiz qardaş Azərbaycan xalqı üçün müstəsna təşəbbüslərlə çıxış eləsin və bu prosesi dəstəkləsin. Analitiklər bildirirlər ki, Qazaxıstanla Azərbaycan arasında mövcud olan münasibətlər sistemi Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin gələcək perspektivlərinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanla Qazaxıstan arasında faydalı əməkdaşlıq qarşılıqlı səfərlər kontekstindən də izah olunur. Mütəmadi olaraq baş tutan yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətləri daha səmərəli edir. 2022-2026-cı illər üzrə kompleks proqramın icrasının isə ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verəcəyi danılmazdır. Zeynəb Mirzəyeva, Real.